Bugünkü dərsimiz Arximed qanunu. Bir də Arximed nəyi? Qüvvəsi. Deməli dostlar, Arximed qanunun nə olduğundan başlayaq. Arximed qanunu belədir ki, mayeyə daxil olan cisimlər batan hissələrinin həcminə bərabər həcmdə mayeyə sıxışdırıb çıxarırlar. Çox məntiqli bir cümlədir. Nə boyda bir cismi mayeyə soxsanız, özü boyda su çıxardacaq da çölə, elə deyilmi? Hətta buna əsaslanan bir cihaz da var, adını eşitmiş olarsınız. Nə idi o həcmləri ölçən cihaz? Menzurka. Menzurkanın iş prinsipi Arximed qanununa əsaslanır. Menzurka bərk cisimlərin və mayələrin həcmini ölçməyə imkan. Təbii ki, bərk cisimlər deyəndə burada çox böyük cisimlərdən yox, xırda cisimlərdən söhbət gedir. O necə ölçə bilir? Deyək ki, belə bir dənə bu formada sizin menzurkanız var. Uşaqların biberonuna oxşuyur da. Burada da mayələrin səviyyəsi göstərilir. Məsələn, bura qiymətlər yazılır da 100, nə bilim 200, 300 milli bu formada. İndi sizin qabınızda su var deyək ki, və baxırsınız ki, hal-hazırda suyun səviyyəsi nə qədərdir? 200-dədir. Düzdür? Sonra həmin o menzurkanın içərisinə daş atırsınız. Hər hansı bir cisim, daş məsələn yaxşı bir nümunədir bərk cisim üçün. Suyun səviyyəsi qalxır olur deyək ki 300. Burada da dibdə daş var. Suyun səviyyəsi oldu 300. Əvvəl suyun səviyyəsi nə qədər idi? 200. İndi nə qədərdir? 300. Niyə? Çünki siz onun içərisinə daş atmışsınız. Daş mayenin içərisində özünə yer qazanıb və özünün həcminə bərabər həcmdə də suyu sıxışdırıb yuxarı qaldırıb. Deməli, belə çıxır ki, bu bərk cismin həcmi nə qədərdir? 100. 100. Artıq vahidi nədirsə, nə bilim, santimetr kub olar, desimetr kub olar, millilitrlə çox vaxt burada yazılır. Millilitr olur, fərqi yoxdur. Yəni, bizim məqsədimiz ondan ibarət ki, menzurkaya əsaslanıb bərk cismin həcmini təyin edir. Bu, Arximed qanununa əsaslanan bir cihazdır şagirdlər. İkinci məsələ, Arximed qanunu bəzən bu formada da ifadə edirik biz. Deməli, cisimləri suya daxil edəndə müəyyən qədər yüngülləşirlər. Hamımız bilirik də. Məsələn, belə fikirləşin, əlinizdə bir daş var, yəni adi bir şəraitdə. Əlinizi buraxanda daş nə edir? Düşür aşağı. Eyni prosesi hovuzda eləsəz. Hovuzdasınız, əlinizdə bir dənə daş var, suyun içindədir əliniz və daşı buraxırsınız. Daşı yenə nə edəcək? Düşəcək. Amma havada düşməyi ilə suda düşməyi arasında bir fərq olacaq. Sizdə nə fərqdir bu fərq? Suda daha yavaş-yavaş düşür. Ay maşallah, suda deməli fizika açısından düşlər demiş. Yəni fizika aspektindən baxanda biz bunu müşahidə edirik ki, suda bir cisim daha ləng düşür. Əgər bir cisim daha ləng düşürsə, bu onun təcilinin az olmasından xəbər verir. Təcil azdırsa, qüvvə az oldu. Bayaq havada əlimi buraxanda hansı qüvvə təsir edirdi bu cismə? Ağırlıq. Ağırlıq qüvvəsi. Suda da mən bilirəm ki, daş aşağı düşürsə, burada ağırlıq qüvvəsinin rolu var. Bəs niyə ləng düşür? Deməli, ağırlıq qüvvəsinin əksinə yönələn bir qüvvə var. Bu qüvvə kimdirsə, ağırlıq qüvvəsini biraz azaldır. Və ağırlıq qüvvəsinin əksi nədir? Hansı qüvvədir bu qüvvə? Suyun qüvvəsi. Suyun qaldırıcı qüvvəsi, suyun qaldırma qüvvəsi deyirik. Bəli. Bəs müəllim, nəyə görə suyun qaldırma qüvvəsi yaranır? Xeyr ola. Duran yerdə su niyə belə bir şey deyir? Çünki bu sualın cavabını bayaqki testlərdə biz gördük. Siz bir dənə sual soruşdunuz. Məsələn, burada bir dənə belə kubik formalı bir cisim olsun. Biz dedik ki, bu kubikə maye daxilində sağdan, soldan, yuxarıdan, hər yerdən qüvvə tətbiq olunur, düzdür? Maye bu cismə təzyiq göstərir. Amma hansı nöqtədən olan təzyiq böyükdür? Birdə. Birdə niyə görə? Ay maşallah, mükəmməlsiniz. Deməli, sağdan və soldan bu cismə təsir göstərən qüvvələr bir-birinə bərabərdir. Çünki hündürlükləri eynidir. Bir nöqtəsindən təsir edən təzyiq, 4 nöqtəsindən təsir edən təzyiqdən daha böyük. Yəni, cismə aşağıdan təsir göstərən təzyiq
yuxarıdan tətbiq olunan təzyiqdən daha çoxdur və nəticədə yuxarı doğru bir əvəzləyici qüvvə yaranır da bu iki qüvvənin fərqinə əsasən. Məsələn, yuxarıdan aşağı 6 newtondur, aşağıdan yuxarı 10 newtondur. Neçə newton qalır burada? 4. Hara doğru qalır? Yuxarı. Əlasınız. Deməli, belə çıxır ki, maye daxilindəki cisimlərə şaquli istiqamətdə yuxarı doğru bir qüvvə təsir göstərir. Bu qüvvənin yaranmasına səbəb cismə yuxarıdan və aşağıdan tətbiq olunan qüvvələrin fərqli olmasıdır. Yəni ki, Arximed qüvvəsi təzyiqlər fərqinə əsasən yaranan qüvvədir. Belə deyə bilərsiniz. Nə oldu Arximed qüvvəsi dostlar? Təzyiqləri fərqli. Necə? Necə? Təkrar edin. Təzyiqlər fərqi yaranır. Təzyiqlər fərqinə əsasən yaranır. Başa Müəllim. düşdünüz? Buyurun. Orada niyə 4 newtonluq qüvvə yuxarı doğru yönəldi? Çünki 6 aşağıdır, 10 yuxarıdır. Belə qıraqda çəkim bilərəm. 6 newton aşağı, 10 newton yuxarı təsir eləsə, əvəzləyici nə qədər olar? 4 Hara doğru olar? yuxarı. Çünki var, aşağıdan yuxarı daha çoxdur. Mən başa düşdüm. Yəni deyirlər, güclü olan qazansın. Güclü olan qazanır. Yəni uzun sözün qısası, maye daxilində, təkrar deyirəm şagirdlər, maye daxilində cisimlərə təzyiqlər fərqinə əsasən yaranan bir qaldırıcı qüvvə təsir göstərir. Bu qüvvə Arximed qüvvəsi adlanır. Arximed qüvvəsinin qiyməti mayenin sıxlığından və cismin batan hissəsinin həcmindən asılıdır. F Arximed bərabərdir rho maye J V batan. Çox basit bir şəkildə bunu eləyə biləriksə, isbat eləyə bilərik. Deməli, burada belə bir cismimiz var. Eləmi? H hündürlüyündə bir cismimiz var. Oturacağın sahəsi də olsun S. S. Siz də dediniz ki, bu bir nöqtəsindən təsir göstərən, birinə iki nöqtəsi götürürəm. Bir nöqtəsindən təsir göstərən qüvvə, iki nöqtəsindən təsir göstərən qüvvədən çoxdur. Yəni, F1 deyək, buradan da təsir göstərən qüvvəyə F2 deyək. Əks istiqamətdə olduğuna görə delta F nəyə bərabər olacaq? F1 çıx F2. F2. F1'in yerinə yazıram P1 vur S. Qüvvənin üstürü PS deyil. Bəli. F2 yerinə yazıram P2 vur S. S-in ötərici S-lər yuxarı aşağı S-dir də oturacağın sayısı. Onda olacaq P1 çıxılsın P2 vurulsun S. Düzdür? Bəli. Təzyiqin düsturu nə idi? Rho GH. Rho GH1 çıxılsın Rho GH2 vurulsun S. Rho G-nin də mötərizə xaricinə çıxar daxil. Rho G S H1 çıxılsın H2. İndi H1 çıx H2'ye bax. H1 buradır bax. Aşağıya qədər olan dərinlik H1'dir. Buradan burada H2'dir. H1'dən H2'nin çıxsa sizə nəyi verər? H-ı verər. H-ı verər, düzdür? Rho G SH. SH nə idi? Həcm. Həcmdir, gördünüz? Rho GV ifadəsi. Yəni, Arximed qüvvəsinin yaranma səbəbindən istifadə elədik, Arximed qüvvəsinin düsturunu aldıq. Düsturun çıxarılışına sizin ehtiyacınız yoxdur. Sizə lazım olan Arximed qüvvəsinin son halıdır. Rho maye GV batan. Yaxşı dostlar. Burada Rho M mayenin sıxlığıdır. J sərbəst düşmə təcilidir. VB isə cismin batan hissəsinin həcmidir. Arximed qüvvəsi təbii ki, bir qüvvədir, onun vahidi Newtondur. Ölçüləndə də elə dinamometr vasitəsilə yazmaq olar. İndi dostlar, gəlirik növbəti məsələmizə. Cisimlərin maye daxilindəki vəziyyətlərinə əsasən üzmə şərtlərini qeyd eləməyimiz lazımdır. Nəyi qeyd eləməliyik şagirdlər? Üzmə şərtləri. Cisimlərin maye daxilində 3 dənə hal ola bilər. A. Cisim səthdə üzə bilər. Səthdə üzür.
Yəni bu nə deməkdir? Cismin müəyyən hissəsi batır mayeyə, müəyyən hissəsi də mayədən çöldə qalır. Gəlin bu vəziyyəti analiz eləyək. Bax belə bir vəziyyətdir. Şimdi kimə nə deyə bilər burada? Arximed böyükdür yoxsa ağırlıq böyükdür burada? Arximed daha böyükdür. Arximed daha Böyükdür. böyükdür. Tamamilə səhvdir. Bərabərdirlər. Bərabərdir. Bərabərdir, bəli. Diqqətli olmaq lazımdır. Sual dəyişim o zaman. Bu cismə necə qüvvə təsir göstərir? 2 qüvvə. Hansılardır? Arximed qüvvəsi, bir də Ağırlıqla Arximed qüvvəsi. Və siz bu cisim tarazlıqdadırsa, üzmə şərtlərində cisimlərin və tarazlıqda olmasını qrupu təzədə qeyd edirəm. Yəni tarazlıq halındadılar bu cisimlər. Bir cisim sükunətdədirsə əvəzləyici qüvvə 0 olmalıdır. Siz dediniz aşağı ağırlıq var, yəni mg, yuxarı doğru F Arximed var. Onda belə çıxır ki, Arximed qüvvəsi ağırlıq qüvvəsinə nədir? Bərabər. Arximed qüvvəsinin düsturunu yazıram. Rho, maye, J, V batan. Kütlənin düsturu belədir. Rho, V. Rho cisim, V cisim, J. J'lər ixtisar gedir. Belə bir ifadə alınır. Rho, maye vurulsun, V batan bərabərdir. Rho cisim vurulsun, V cisim. İndi sizə sual. Rho, maye böyük olar, yoxsa Rho cisim? Roma'yı. Niyə? Çünki cismi suyun üstünə qaldırıbdı. Xeyr, ona lazım deyil mənə elə bir cavab. Batan Mənə bu hissə ilə Mənə bu cismin düsturdan... həcminə görə və batanın və cismə görə. Aha. Yəni... Roma'yı bölünsün və cisim. Yəni Yox, cismin həcmi Roma'yı böyük. bölünsün və Bu ifadəyə görə riyazi olaraq mənə isbat elə ki, Romayı Rho cisimdən böyükdür. deyə bilərəm. Həmin Roma'yı deyil. bölünsün rho cisim. Həmin deyil. Bərabərdir və cisim bölünsün və batan. Yox, bildim, Batan deyirəm ki, bu riyazi bərabərliyə görə, nisbət zad demədən, bu bərabərliyə görə mənə izahlaya bilərsən, niyə Romayı Rho cisimdən böyükdür? Batan hissənin həcmi cismin həcmindən kiçikdir çünki. Ay maşallah, sən axı bilirsən ki, V batan V cisimdən kiçikdir. Cismin batan hissəsi cismin öz həcmindən böyük ola bilər? Xeyr. Ola bilməz. Batan hissənin həcmi cismin həcmindən kiçikdir. Ona görə də burada Romayı Rho cisimdən nə olmalıdır məcbur? Böyük olmalıdır ki, bərabərlik olsun. Böyük olmalıdır ki, bərabərlik alınsın. Bəli. Yaxşı müşahidə. Baxın, bəzi uşaqlara mən sual verirəm. Deyirəm ki, cisim mayenin səthində üzr deyir, müəllim, mayenin deyir sıxlığı cismin mayenin sıxlığı cismindən sıxlığından çox olmasını hardan bilirsən? Onu biz əzbərdən bilirik də, hardan bilirsən ki, mayenin sıxlığı? Onu Newton qanunlarına əsaslanıb əvəzləyici qüvvənin 0 olmağından çıxardırıq. Və bəli, sənin dediyin düsturla mən razıyam. Nuray, V batan bölünsün V cisim üçün sən belə yaza bilərsən. Rho cisim bölünsün Roma'ya. Bu nisbəti yaza bilərsən. Bu nəyin düsturudur bilirsən? Cismin batan hissəsinin düsturudur. Batan hissə. Batan hissə nə deməkdir? Məsələn, nümunə. Deyir, buzun sıxlığı 900-dür. Suyun sıxlığı da bilirik ki, 1000-dir. Deyirəmi? Deyir, buzun neçə hissəsi batar? Bax, hissə, riyazi olaraq hissə. Hissəni tapmaq üçün nə edirsən? V batan böl V cisim, Rho cisim böl Rho mayedir. 900-ü 1000-ə böləndə neçə eləyəcəkdir? Onda 9. Batan hissənin həcmini soruşmuram ha. Cismin neçə hissəsi batar deyirəm. Deməli, buzun neçə hissəsi batır suya? 9. 9. Onda 9-u. Bəzən belə sual da verir. Buzun neçə hissəsi sudan çöldə qalar? Onda biri. Halal olsun. Onda 9-u batıbsa, onda mesela o Titanic gəmisində o kapitanın məşhur bir söz var. Deyir ki, gecə vaxtı deyir, buz çıxdı qabağımıza. Deyir, keçəcəyik. Nətər keçəcəyik? Çünki deyir, buz balacadır. Səncə elədirmi? Iceberg belə olur da, iceberg. Buradan gəmi ilə gedəndə görür ki, baxın, sizə Titanic'i canlandırıram mən, sonra bəyənmirsiniz. Burada gəmi gəlir, görür ki, bax, balaca bir dənə burada zad var, bax, qaralayıram bu hissəni. Sən demə, görünməyən tərəf daha böyükdür. Deməli, buzun həqiqətən də onda 9-u suyun altında qalır şahidlər. Bu da batan hissədir.
Bura qədər sual var mı uşaqlar? Xeyr. Onda uşaqlar bax yadda saxlayırsınız. Cisim səthdə üzəndə Arximed qüvvəsi ilə mg-nin özünə bərabərdir. Yəni nə demək istəyirəm? Səndən soruşanda ki, cisim üzür Arximed qüvvəsini tap, Arximed qüvvəsinin öz düsturunu da yaza bilərsən. Həmişə düzgündür Arximedin düsturu, V batan. Amma bu düstura aid kəmiyyətlər verilməsə, mg ilə də hesablaya bilərsiniz. Yaxşı? Yəni məsələn örnək verim, deyəcək ki, taxtadır. Deyir ki, 6 kiloqramlıq taxtanın 4də 3-ü suya batıb üzür. Arximed deyir hesabla. 45 Newton. 45 Newton. Tamamilə səhvdir. Üzürsə Arximed mg-dir, o da 60 60 Newton. Newton. Gördünüz, diqqətiniz təqdirə layiq deyil. Çünki siz orada qaçıqdı sözü. Mən nə dedim? Suya batıb üzür deyir. Üzür sözünü gördünsə, qadası, üzür sözünü gördünsə, Arximed mg-yə bərabərdir. 6-nı ona vuracaqsın, atıb deyir, ay müəllim, bu 4də 3-ü boşuna veriblər. Bəli, boşuna veriblər. Sən onu istifadə edəməyəcəksən bu sualda. Çünki Arximed mg-yə bərabərdir. Bunda qayıdır uşaq deyir ki, elm mən, bəs bu Arximedin düsturu hansı hallarda ödənir? Bütün hallarda ödənir. Bu düstur orijinaldır, yazıram, orijinal. Orijinal düstur. Amma bu düstur o demək deyil ki, yəni sən həmişə istifadə edə bilərsən. Çünki burada qiymət yoxdur. Yaz bu düsturu, mayenin sıxlığı yoxdur. Cismin batan hissəsinin həcmi yoxdur, nətər edəcəksən? Ona görə də sən lazım olanda Arximedin ağırlığa bərabərliyindən istifadə etməlisən. Deməli, birinci halımız nə oldu? Cisim səthdə üzür. İkinci hal. Cisim daxildə üzür. Harda üzür? Daxildə. Neçə qüvvə təsir göstərir? 2. Hansılardır? Ağırlıq. Ağırlıq bir də Arximed qüvvəsi. Arximed qüvvəsi. Hansı daha böyükdür? Bərabərdirlər. Xeyr ola. Çünki üzür. Çünki Tarazlıqdadırsa, Ay, sağ ol. Çünki əvəzləyici üzür, çünki sıfırdır. tarazlıqdadır, bəli. F Arximed yenə nəyə bərabərdir? mg-yə. Arximedin düsturu nədir? Roje V batan. V batan. Olar V cisim yazın. Olar. Niyə olar? V batanla V cisim bərabərdir. Hamısı batıb Hamısı çünki. Hamısı batıb. Kütlə, cismin kütləsinin düsturu Rho cisim, V cisim, J. J'lər neynədir? Həcm, Həcmlər də qısar getdi. Nə oldu onda? Romayı Rodismə bərabərdir. Rho cismə bərabər oldu. Mükəmməlsiz. Halal olsun. Gəlirik. Axırıncı istəyirsə o bir səhifədən yazım onu da. C cisim batır. Suda dibə batır. Belə yazaq da cisim dibə batır. İndi kim böyükdür sizcə? ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi kimdən böyükdür? Arximed qüvvəsi. Xeyr ola. Xeyr ola. Arximed qüvvəsi yoxdur. Arximed qüvvəsi yoxdur. Kim idi o deyən? Mən müəllim. Nahid sənsən? Bəli müəllim. Sən dərsə gec qoşulmuşdun, hə deyəsən? Bəli müəllim. Gec qoşulmağın zərərlərini bizə demədən göstərdin. Daha doğrusu deyib göstərdin. Sən gözəl insan, bir cisim su ilə təmasdadırsa Arximed qüvvəsi var. Başını bıraq bunu. Arximed qüvvəsi təsiri. Hə, bir cisim suya batır, üzür, fərqi yoxdur. Su ilə təmasdasansa Arximed var orada. Arximed olmaya bilməz. İndi sual verirəm sizə. Arximed olmaya bilməz ifadəsi biraz yanlış oldu. Sonra bilirsiniz də o xırda səhvləri tapırlar bəzən. Sərbəst düşmədə Arximed 0-dır. Onu bura qeyd edeyim bir yerə. Sərbəst düşmədə Arximed 0-dır. Yəni suyun içindəki su ilə bir yerdə qabı tullasa. Bu cismə dediniz ki, ağırlıq böyükdür Arximed. Ağırlıq qüvvəsi. Niyə ağırlıq böyükdür? Xeyr ola. Dibə batıbdır. Öyle cavab yoxdur fizikada. Elə şey var, çünki dibə batıb bu ağır. Hardan bilirsiniz ağırlıq böyükdür?
Çünki əvəzləyici qüvvə ağırlıq qüvvəsinin istiqamətində olur. Hanı əvəzləyici? Bu cisim sükunətdə deyil Nurgül. Cisim üzmür ona görə. Bu cisim sükunətdədir deyilmi? Sualıma cavab verin. Tarazlıqda deyən sükunət. Tarazda olanda əvəzləyici qüvvə neçədir? 0. Əvəzləyici qüvvə sıfırdırsa, əvəzləyici qüvvə sıfırdırsa, Ben de böyle soğukkanlı bəs niyə əvəzləyici qüvvə var deyirsən Nurgül? bana ihanet edemez. Burada həcmlərə görə baxırıq və batan hissə. Hayır, mənim sualıma cavab verin. Siz deyirsiniz ağırlıq qüvvəsi Arximeddən böyükdür. Deyirəm, niyə? Kim deyib onu? Sıxlığa- Adam desən. Sıxlığa görə. Xeyr, əlaqəsi belə yoxdur. Newton qanunlarından cavab. Yaxşı, sual dəyişim deyəsən cavab verməyəcəksiniz. Sual dəyişirəm. Bu cismə neçə qüvvə təsir göstərir? Bərabər olur. Çünki Xeyr. əvəzləyici. Xeyr, olmur. Bu cismə neçə qüvvə təsir göstərir? Ağırlıq, Arximed, çəki. Ağırlıq, Arximed, çəki. Arximed, çəki deyən kim idi? Çəkinin tərifi nedir, Nuray? Cismin dayağı vaskıya göstərdiyi təsir. Cismin dayağa deyirsən, cismə tətbiq olunan soruşuram mən. Çəki cismə tətbiq olunmur. Bəli. Amma çəki var burada. Çəki varsa başqa hansı qüvvə var? Reaksiya Reaksiya. qüvvəsi. Ay, sağ ol. İndi bu günlərim Arximedə və həyatınızda ilk dəfə Arximedə giriş elədiniz. Çünki əzbərləmişdiniz, bax. İndi sən bildin ki, cisim dibə batanda digər hallarda neçə qüvvə var idi bu hallarda? 2 qüvvə var idi, hə? Amma cisim dibə batanda neçə qüvvə var? 4. Xeyr. 3. 100 qüvvə. 3. 4 deyən kim idi orada 4? 4 oradan çıxdı. Beyazlı çok güzel. Benim ağırlık, Arximed, reaksiya. Başqa? Yoxdur. Başqa yoxdur. Onda belə çıxır ki, Arximedlə, axı Nurgül deyib əvəzləyici qüvvəsi olsun, Arximedlə reaksiyanın cəmi nəyə bərabər olmalıdır? Ağırlıq qüvvəsinə. İndi başa düşdün. İndi kim böyükdür? Arximed mi, ağırlıq mı? Ağırlıq. Ağırlıq. Görsən, riyazi olaraq isbat elədik ki, Arximed ağırlıqdan kiçikdir. Çünki əlavə reaksiya qüvvəsi var. Çünki cisim səthlə təmasdadır. Cisim dayağa təmas eləyirsə, orada çəki var. Çəki varsa reaksiya qüvvəsi var. Arximed ağırlıqdan kiçikdir. Arximedin düsturu nədir? Romayi, J, V, batan. V cisim yazsam olar? Bəli. Olar. Olar. Kiçikdir. Ro cisim, V cisim, J. İxtisarlar edin. J'lər getdi. V cisimlər getdi. Romayi, Ro cisimlər nə oldu? Kiçik. Kiçik oldu. Mayenin sıxlığı cismin sıxlığından kiçikdir. Cisim dibə batanda. İndi cismin dibə batan hallar üçün Arximedin çox istifadə olunan bir düsturu var. Onu izah etmək istəyirəm sizə. Romayi, J, V batanda düzdür Arximedin düsturu. V cisimdir. Belə yazırlar onu. Romayi, J, V cismin yerinə M cisim böl Ro cisim yaza bilərəm də, düzdür? Hə? Bəli. Əla. Səliqəyə salım. F Arximed bərabərdir. Ro'ları bir yerə yığım. Romayi bölür Ro cisim vurulsun MJ. Bax, çox istifadə olunur. Bax, bunu unutma. Ulduz qoyuram bura. Cisimlər tam batanda bu düsturu istifadə olunur. 95% Arximed sualında bu düsturu istifadə edəcəksiniz. Romayi, J, V-nin əvəzinə. Deyirəm, biləsiniz. MJ nəyin düsturudur? Ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsinin. Ona görə Arximedin düsturunu belə görəndə qorxmayacaqsan. Romayi böl Ro cisim bura F ağırlıq yazırlar. Hətta MJ sükunətdəki çəkiyə də bərabərdir. Belə də yazırlar. P0, P böyük P-dir, çəki. Bax, düsturları bax, bu formada qeyd edə bilərsiniz. P0 bunun vakuumdakı çəkisidir. Vakuumdakı çəki. Çəki ilə də bilirsiniz də, sükunətdəki çəki ağırlıq qüvvəsinə bərabərdir. P0 yaza bilərsiniz, ağırlıq qüvvəsi yaza bilərsiniz, amma təkrarən deyirəm, bu düsturu unutmursunuz. Bu düstur çox istifadə olunacaq. Yaxşımı? Yaxşı müəllim. Başa düşdünüz uşaqlar? Romayə bölgəçisi hardan gəldi? Nə? Romayə bölgəçisi hardan gəldi? Romayi bölgəsi hardan gəlir? Burada Ro cismi görürsən məxrəcdə. Bəli, Bunun yanına aşağısına qoydum da, yerini dəyişdim elə bir. bəli.
Bildin? Emin aşağısındaydı. Onları bir yerə yığmaq üçün onun yanına qoydum. Yaxşı? Bəli. Əlasız. Onda davam edirəm uşaqlar. Sualınız yoxdursa. Çox sağ olun. Cisimlərin 3 dənə üzmə şərtlərinə baxdıq dostlar. Yəni fikir verdinizsə, neçə dənə hal oldu? Kim sayar? 3. Say görək. 1. Birinci səthə üzürdü. Səthə üzərində kim böyükdür? Arximed yoxsa ağırlıq? Bərabər idi orada. Halal olsun. Daxildə üzərində kim böyükdür? Arximed yoxsa ağırlıq? Orada da bərabərdir. Bərabər idi. Dibə batanda kim böyükdür? Ağırlıq yoxsa Arximed? Ağırdı. Halal olsun. Bax, halları biləcəksiniz. Yaxşı, səthə üzərində kimin sıxlığı çoxdur? Mayenin. Mayenin. Daxil üzərində kimin sıxlığı çoxdur? Bərabər. Dibə batanda kimin sıxlığı çoxdur? Cismin. Halal olsun, maşallah. Bax, bunları uşaqlar qarışdırmayın. Bizim bəzi şagirdlərdə bilirsən də spontan əzbərləmə var. Məsələn, cisim deyir mayenin səthindədir. Mayenin sıxlığı cismin sıxlığından çoxdur. Deməli, Arximed ağırlıqda özündən bir dənə deməli deyil, fəlsəfə qurur. Elə fəlsəfə ilə işləmirik biz. Üzürsə bir cisim, Nuray demişəm, bir cisim üzürsə, üzmək sözünü gördünsə, Arximed ağırlığa bərabərdir. İstəyir daxildə üzsün, yəni bütöv batmış halda üzsün. İstəyirsə bir hissəsi batmış haldadır, yəni səthə üzsün, fərqi yoxdur. Arximed ağırlığa üzən hallarda bərabərdir, söhbət uzatmırıq. Yoxsa çaşacaqsan. İndi gəlir daha maraqlı hissələr. Mayedəki cismin çəkisi. Arximed qanunun ifadəsi. Biz nə dedik? Maye içərisində siz özünüz bayaq dediniz ki, daş daha asta düşür, asta enir. Niyə? Çünki Arximed qüvvəsi var. Deməli, cisimlərin çəkisi maye daxilində müəyyən qədər azalır. Nə qədər? Elə bir müəyyən qədər azalır. Nə qədər azalır sizcə? Arximed qüvvəsi qədər. Ay maşallah, Arximed qüvvəsi qədər az olur. Məntiqli insanlarsınız. Əlinizdə daş var, 1 kilodur. Neçə newtondur? 10 newtondur. Havada əlinizdə daşı saxlayanda sizin üçün 10 newtondur. Onun çəkisi 10 newton. Amma sən o daşı suya aparıb suda saxlasan əlində, daha rahat saxlayacaqsan. Çünki su sənə kömək eləyəcək. Aşağıdan yuxarı Arximed qüvvəsi var. Və daşın çəkisi sənin əllərindəki daş eyni daşdır. Niyə sən onu yüngül hiss eləyirsən? Çünki Arximed qüvvəsi o daşı sənin üçün daha az çəkil eləyəcək. Deməli, cismin çəkisi maye daxilində ona təsir edən Arximed qüvvəsi qədər az olacaq. Bunun qrafikini də çəkə bilərik. Bir cismin mayedəki çəkisi Arximed qüvvəsindən xətti olaraq tərs asıldı şagirdlər. P0 yazılır bura, burada P0 yazılır, burada 0 nöqtəsi. Yəni, Arximed qüvvəsi çoxaldıqca mayedəki çəki neyinir? Azalır. Düzdürmü? Bəli. Hass ol. Nəhayət. Arximed qüvvəsi P0-a bərabər olanda P maye neçə olur? 0. Ay maşallah. Arximed nə vaxt P0-a bərabər oldu? Üzəndə. Siz demədiniz, üzən hallarda Arximed ağırlığa bərabərdir. Onda üzən cismin çəkisi neçədir? 0. Mükəmməlsiniz. Yadda saxlayırsan. Üzən cismin istər daxildə üssün, istər xaricdə üssün, üzən cisim. Amma uşaqlar bir şey də deyim, bax, başıma gələn şeylərdən birini deyim, imtahanda, indi birazdan zaten o birisi başlıqlarda bunu deyəcəm ayrıca. Sadəcə məlumat üçün deyirəm. Bax, belə suallar çıxanda şagirdlərin bəzisi qaydır deyir ki, getdim imtahanda yazdım ki, çəki sırdır. Deyirəm, niyə çəki? Deyir ki, müəllim, görmürsən, deyir cisim daxildə deyir, burada siz demişsiniz ki, deyir, daxildə, üzəndə deyirsiniz. Mən sənə bunu daxil üzəndə harada üzrüsün, 0-dır demişəm. Niyə demişəm? Sərbəst halda demişəm. Bu sərbəst hal deyil, burada əlavə qüvvə var, ip var. Gəlmə qüvvəsi təsir edir ona. Bəli. Yəni çaşmayın da uşaqlar. Yəni siz bunu eləməyin. Mən sənə demişəm ki, cisim daxildə, məsələn, burada üzər və ya daxildə üzər, burada çəki 0-dır, bunu demişəm. Amma əlavə bir iplə, zadla təsir olanda, başqa bir xarici qüvvə olanda 0 olmayacaq artıq. Sən onu bütün hallara tətbiq eləyə, şamil eləyə bilməzsən. Amma Gəlmə üzəndə... bərabər olur. Nə?
Cismin mayeədəki çəkisi gərilmə qüvvəsinə bərabər olur. Bəli, mayeədəki çəkisi gərilmə qüvvəsinə. Ona gələcəm birazdan zaten. Üzəndə mütərizə yazıram, sərbəst. Sərbəst. Bu düsturu asa da bilərik. Mayeədəki çəki bərabərdir. P0 çıxılsın. Arximedin düsturu nədir? Rho maye bölünsün rho cisim P0. Yadınızda bu düstur. Bəli. Bərabərdir. P0 mütərizə xaricində çıxardıram. 1 çıxılsın. Rho maye bölünsün rho cisim. İndi qrafik çəkəndə cismin mayeədəki çəkisinin mayenin sıxlığından asılılığı da eyni cürdür. Yəni müəyyən bir qiymətdən başlayır, azala-azala gedir. Başa düşdünüz? Bəli. Əlasız. Maşallah. Mayeədəki çəki suallarına bax belə diqqətli olmaq lazımdır. İndi gəlirik xüsusi hallara. Arximed qüvvəsi dərsində şagirdlər ən vacib hissə başlayır. Xüsusi hallar. İstəyənlər bunu yavaş-yavaş qeyd edə bilər. Sadədən mürəkkəbə doğru gedəcəm. Birinci hal. Cismi deyir göydən asıblar. Və suyun içindədir. Və tarazlıqdadır. Tarazlıqda olan bir cismin əvəzləyici qüvvəsi neçədir? 0. Əvəzləyici qüvvə 0-dırsa, aşağı olan qüvvə yuxarı olan qüvvəyə nədir? Bərabər. Aşağı hansı qüvvə var? Ağırlıq qüvvəsi. Ağırlıq. Yuxarı hansı qüvvə var? Arximed. Arximed. Başqa hansı qüvvə var? Gərilmə. Gərilmə ipin bağlandığı yerə doğrudur. İp yuxarı bağlanır. Deməli, yuxarı doğru olan qüvvələrin cəmi aşağı doğru olan qüvvəyə bərabər olmalıdır. Düzdürmü? Bəli. Əlasız. T üstə gələ F Arximed bərabərdir MG-yə. T-ni çıxarda bilərsiniz, tapmaq istəyirsinizsə. MG çıxılsın F Arximedə. F Arximedin yerinə yazıram. Rho maye böl rho cisim MG-yə. Onda MG-ni mütərizə xaricində çıxarsam, MG vurulsun 1 çıx rho maye böl rho cisimə. İkinci hal. Ola bilər cisim mayenin dibindədir. Hardadır? Mayenin dibində. Dibində. Neçə qüvvə təsir göstər? Dibində deyirəm, üzr dibinə bağlanıb. Dibindədir nədir? Dibinə bağlanıb. Neçə qüvvə təsir edir? Yenə 3 qüvvədir. 3 qüvvə. Ağırlıq hara doğrudur? Yerin mərkəzinə. Aşağı doğru. Gərilmə hara doğrudur? O da aşağıdır. Gərilmə ipin bağlandığı yerədir. Aşağı. Arximed hara doğrudur? Yuxarıya doğru. Onda düsturu deyə bilərsiniz. F Arximed bərabərdir. T üzərinə gəlsin MG. Doğrudur. T-ni tapa bilərsiniz. F Arximed çıxılsın MG. F Arximedin düsturunu yerinə qoysaq. Orada MG mörtəzə xaricinə çıxır. Aha. Rho maye bölünsün rho cisim çıxılsın 1. Tamamilə doğrudur. Başa düşdünüz uşaqlar? Bəli. Başa düşməyən varsa səsini çıxarsın. Davam edirəm o zaman. Əla. Üçüncü hal. Ola bilər bu sistemi sizə tərpənməz blokla versin. Tərpənməz blokla versin. Sən tərpənməz blok dərsini keçmirsən. Məsələn, blok sistemi də adi. Burada bir dənə tərpənməz blok var. Buradan bir dənə cisim asılıb. Deyək ki, kütləsi M1-dir və suyun içindədir. Buradan da bir dənə M2 kütlələri, biraz şəkil səliqəsiz ola bilər. M2 kütləli cisim asılıb. İndi tərpənməz blokda qayda nədir? Sağdakı qüvvə soldakı qüvvəyə Bərabər olmalıdır. bərabər. Bu sağ tərəfdə bu cismə təsir edən bir dənə ağır aşağı doğru ağırlıq deyək də. Təsir edən deməyək. Sağa doğru yönələn qüvvə ağırlıqdır. Amma soldakı cismə təsir edən ağırlıq var aşağı doğru, düzdür? Amma bir də yuxarı doğru nə var? Arximed var, elə? Bəli. Onda belə çıxır ki, M2G sağa təsir edən qüvvə sola təsir edən qüvvəyə nə olmalıdır? Bərabər olmalıdır. Düz yazdım, bax gör. Gərilməni niyə nəzərə almadıq? Gərilməni nəzərə almışam da zaten. Sağdakı gərilmə nəyə bərabərdir? MG-yə bərabər. Soldakı gərilmə nəyə bərabərdir? Eyni olur gərilmələri. Gərilmə eyni olur. Amma nəyə bərabərdir? MG çıxıb Arximedə bərabər deyil. Bəli. Ay maşallah. Onda M2G bərabərdir. M1G çıxıb F Arximed yaza bilərəm. Bəli. F Arximed açaq.
M2J bərabərdir. M1J çıxılsın. Arximedin düsturu nə idi? Romayı böl Romayı rho böl cisim. M1J. J'lər ixtisar gedir. M2 bərabər olur. M1-i mötərizə xaricinə çıxardıram. 1 çıx Romayı böl rho cisim. Gör nə qəşəng yazdım, fikir ver. Düz yazmışam uşaqlar? Bəli. Əlasız. Davam edirəm. Bu arada şagirdlər, çıxarılışları belə tez-tez deyirəm. Birdən aranızdan ola bilər də, indi hər kəsə aid deyil, amma elə şagird var ki, çıxarılışı sevmir. İndi illərdir təcrübə göstərir ki, bəziləri birbaşa düsturu əzbərləməyi xoşlayır, bəziləri çıxarılışı xoşlayır. Amma çıxarılışı bilməyə ehtiyacınız bu tipli suallarda yoxdur. Birbaşa elə düsturu yazıb hesablaya bilərsiniz, yəni qəti qorxusu yoxdur. Ay, mənim çıxarılışı başa düşmədim, mən imtihar edəcəm kimi şeylərə ehtiyac yoxdur. Deməli, burada üçüncü idi, düzdür? Üçüncü altı. Dördüncü ala keçirəm. Tərpənənin xəttinə dəyməyək. Tərpənən blok. Tərpənən blokda məsələ nədən ibarətdir? Tərpənən blokdan asacağıq burada cisimimizi. Heç bir qorxusu yoxdur. Bir dənə tərpənən çəkək. Tərpənən cismi astıq buradan. M1 kütləli cisim suyun içərisindədir. Su var burada. Aha, belə. Bu tərəfdə də bir dənə tərpənməzi asıb, tərpənməzdən də bir dənə M kütləli cisim asaq. İndi sağda bunu aşağı çəkən qüvvə M2G-dir, amma M1-ə təsir edən həm ağırlıq var, həm də nə var? Arximed. Arximed var. Amma tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Yəni M2G bərabər olmalıdır. M1G çıxılsın Arximed bölünsün 2. Düstur açıram. M2G bərabərdir. M1G çıxılsın. Arximedin yerinə yazıram. Romayı böl rho cisim. Düzdür? M1G bölünsün 2. J'lər ixtisar gedir yenə. Əvvəlki düsturdan balaca bir dənə fərq olur ki, M2 bərabərdir. M1 böl 2. 1 çıxılsın Romayı. Yəni tərpənən blok yadınızdadır da. Elə bir şey tərpənməzin düsturuna eynidir. Sadəcə 2-yə bölürsünüz. Baxın. Tərpənməzin düsturundan eyni şey M1 mötərizədə 1 çıx Romayı böl rho cisim. Burada sadəcə 2-yə nə eləmişik? Dostlar, bölmüşük. Əlasız. 5-ci xüsusi hal. Deyir, daş suda enir. Daşı atmışsınız suya, daş sudan ağarır. Enir. A. Müqavimətsiz. Yəni suyun qısaca yazıram. Suyun müqaviməti nəzərə alınmır. Çünki bilirsiniz də hərəkət olanda hərəkətin əksinə yönələn müqavimət qüvvəsi də var axı. Müqavimətin qüvvəsi nəzərə al. Daşa neçə qüvvə təsir göstərir? Ağırlıq və Arximed. Ağırlıq aşağı doğrudur, Arximed yuxarı doğrudur. Təcili tapmaq istəyirik indi. Təcilin düsturunu bilənlər bilir. A nəyə bərabərdir? F əvəzləyici bölünsün. M. M. Əvəzləyici qüvvəni tapmaq üçün ağırlıqdan Arximedi nə etməliyəm? Çıxırıq. Çıxıram. Arximedin düsturunu açıram. MG çıxılsın. Romayı böl rho cisim vurulsun. MG bölünsün M. M'lər neynədir? İxtisar gedir. Onda A bərabərdir. J'ni mötərizə xaricinə çıxarsam 1 çıxılsın. Romayı böl rho cisim. Daş suda enəndə onun təcilini tapmaq istəyirsinizsə, bu düsturdan istifadə edəcəksən. B halı. Əgər bir diş işarətdir, nadir hallarda desə ki, suyun müqaviməti də nəzərə alınır. Müqaviməti nəzərə al desə, onda nə edəcəksən? İndi cisim aşağı gedir. Aşağı ağırlıq var. Müqavimət nəzərə alınanda müqavimət qüvvəsi də hərəkətin əksinədir. Yuxarı həm də müqavimət qüvvəsi olacaq. Düzdür? Onda təcil nətər tapılacaq? A bərabərdir. MG çıxılsın. F Arximed üstə gəlinsin. F müqavimət. Çünki ikisi də əks istiqamətdədir. Böl M. Başa düşdünüz? Bəli. Fikrim çatdı uşaqlar? Anlamayan varmı? Sanki elə bir anlamayan varsa soruşun hə.
Həlasız. Neçənci halda? 6-cı hal. Deyək ki, top suda qalxır. Topu əlinizlə basmışsınız suyun dibinə. Əlinizi çəkəndə top nə qalır? Qalxır yuxarı. Niyə yuxarı qalxır top? Arximet qüvvəsi daha çoxdur. Arximed qüvvəsi kimdən daha çoxdur? Ağırlıq qüvvəsindən. Ağırlıqdan çoxdur. Onda təcili tapmaq istəyirəm. A bərabərdir. Yenə F əvəzləyici bölünsün M. Əvəzləyicinin yerinə yazıram. Arximed çıxılsın mc bölünsün M. Və yazıram A bərabər Arximedin düsturu Romayı böl rho cisim mc çıxılsın mc bölünsün M. M-lər ixtisar gedir. J-ni mötərizə xaricinə çıxardıram. J vurulsun. Romayı böl rho cisim çıxılsın bir. Bayaqkının tərsidir bax. Bir çıxılsın Romayı böl rho cisim daş aşağı enəndədir. Romayı böl rho cisim çıxılsın bir. Top yuxarı qalxandadır. Düstur olaraq eynidir əslində. Sadəcə qarşısında mənfi var. 7-ci xüsusi hal. Arximedin gördüyü iş. Arximed qüvvəsini hər hansı bir qüvvəni gördüyü iş deyəndə qaydanı bilirsiniz də A bərabərdir. Həmin qüvvəni yer dəyişməyə vurursunuz. Şaquli istiqamətdə, etsin yerinə H yazıldığına görə H yaza bilərsiniz. Arximed qüvvəsini düsturun yerinə qoyarsınız. Romayı böl rho cisim mc H. Arximed qüvvəsini gördüyü işin düsturu budur. Bəzən soruşacaq ki, xarici qüvvəni gördüyü iş. Xarici qüvvənin, bu nədir? Xarici qüvvənin nəyi? Hə dostlar? İşi. Gördüyü iş. Xarici qüvvəni gördüyü iş deyəndə nəyə nəzərdə tuturuq? Daş suyun dibindədir, atmısınız suyun dibinə gedib daş. Siz bunu buradan çıxartmaq istəyirsiniz. Çıxartmaq üçün ağırlıqla Arximedin fərqi qədər qüvvə təsir eləməmsiniz də ən azı, düzdür? Aşağı ağırlıqla, deməli sənin təsir edəcəyin xarici qüvvə ağırlıqla Arximedin fərqidir. Onun gördüyü işdə tapanda A bərabərdir F vur H. F-in yerinə yazıram. mc çıxılsın, F Arximed vurulsun H. mc çıxılsın, Arximedin düsturu Romayı böl rho cisim mc. Bağlam mötərizə vur H. mc H-ı mötərizə xaricinə çıxardıram. 1 çıxılsın, Romayı böl rho cisim. Bax, gör nə qəşəng düstur oldu. Xarici qüvvəni gördük işdə belədir. Başa düşdünüz dostlar? Bəli. Sualınız var, uşaqlar? Yoxdur. Əlasız. Yəni Arximeddə belə xüsusi hallar var. Arximed qüvvəsi mövzusu elədir ki, sualların içinə daldırsa yavaş-yavaş öyrənəcəyiniz mövzudur. Yəni bir neçə burada test falan nümunələrinə baxılmalıdır ki, sən rahat formada Arximed qüvvəsini nə edirsən, anlayasan. Bu arada mayelərin sıxlığını ölçən cihazı da istəyirsiniz qeyd edin. Areometrdir. Mayələrin sıxlığını ölçür. Mayələrin sıxlığı. Areometrin iş prinsipi R 2 dənə hərfdən yadda saxlaya bilərsiniz. Arximed qanunu əsaslanır. Başqa hansı cihaz idi Arximed qanunu əsaslanan? Manometr idi. Xeyr, Menzurka. menzur. Belə şagirdlər, sevimli dostlar, bir salı deyil, nə deyirlər, bir salı axşamının sonuna gəldik, bəs mövzumuzu da işlədik. İnşallah gələn dərsə